Hanım kız, yeni evine gitmeye hazırsan mı? Hı? Bugün bu hanım kızımız yeni evine gitmeye hazırlaşır. Bugün kızıma güzel bir sahip tapmışıq. İnşallah ki gelip bugün günorta gelip aparasıdırlar. Gitmek istersen, ağıllı kız. Gitmek istersen, yok, hələ çıxmaq olmaz. Gedək. Gel. Gidək, kutunu göstərim. Hansı kutuda gedərsən? Uş, 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 uş. Onun üçün belə bir kutu hazırlamışam. Kutuda rahat belə deşiklər də kəsmişəm. Hava yeri olsun. Gəl görün bura. Belə bir kutu. İçine də köhnə paltarlardan koymuşam ki, indi gedəndə içine yemək də koyaram. Yolda atsa yesin. Ha, ne oldu? Ha. Ne istəyirsən? Yoxsa getmək istəmirsən? Amma sahiblənmək vaxtın gəlib çatır. Mamanızın daha südü yoxdur. Ağıllı qız, yemək də yeyirsən artıq. Dedilər ki, çox gözəl baxarıq pişiyinizə. Yəni ətraflı danışdıq. İnşallah ki, bir problem çıxmasa. İnşallah ki, da sonra geri qaytarım, bəyənmədim, pişik bunu elədi, onu elədi. Problemlər hələ ki gözləyirik. Çünki neçə dəfə pişik sahibləndirmişik, çox vaxtda elə problemlərlə rastlaşmışıq ki, bəs pişik dəcəllik elədi, pişik durmadı, bəyənmirlər. Pişiyin ilk 1-2 saatlıq hərəkətlərini geri qaytarırlar. Hələ tam tanımıram. İnşallah ki, yaxşı. İnşallah ki, yaxşı baxarlar. Elə dedilər ki, yaxşı baxarıq, pişiyinizə narahat olmayın. İstəsəz nə vaxt istəsəz videosunu da çəkərik. Ürəyiniz nə vaxt istəyir, video şəkil falan çəkərik. Hay can. Gəl sənin kutunun içine qoyum, indidən alış. Birazdan gəlib aparasıdırlar, 1 saata falan gəlib götürmək istəyirlər. Amma belə araşdırdıq, yəni danışdıq, elədik. Yaxşı insanlar oxşuyurdular. Hələ ki tam da əmin olmaq lazım deyil. Çünki aparıb saxlamamış, bir həftə şey olmamış, tam dəqiq deyə bilmərik ki, hə, yaxşı baxırlar. Aparsınlar, baxsınlar, dəqiq aparsınlar, yaxşı baxsınlar, dəqiq bilim ki, ondan sonra rahat demək olar ki, gözəl baxdılar. Qorxma, hələ getmirsən, qorxma. Yeni evinə gedirsən, heç qorxma. Bunu neçə nəfərlər istədi, neçə nəfər istədi, amma ürəyimə yatmadı. İnşallah ki, bu da yaxşı olar. Nə bilim, danışdıq, ürəyimizə yatdı. Danışdığı qədər də inşallah olarlar. Bizə söz verdilər ki, yaxşı baxarıq pişiyinizə, heç narahat olmayın. İndi deyərsiniz ki, balanı niyə anadan ayırırsınız? İndi bəlkə də o suallar gələr videoya. Balanı anadan ayrılmağın artıq nətəri vaxtı belə gəlib ki, artıq quru yemək yeyirlər, qum tərbiyələri var. Gəl, qorxmayacaq. Hə, qum tərbiyəsi var. Ona görə ananın artıq südü 1 aydan sonra bunları ana bunları təpir, bizdə elə deyirlər. Təpmək istəyirik, istəməyəcək ki, artıq bunlar süd əmsin. Bunları vurub döyəsidir. Ona görə də artıq bunları indidən yuva tapmaq lazımdır ki, həm də sahiblərinə tez alışsınlar. Bu vaxtlardan pişiklər sahibinə tez alışır. Böyüyəndən sonra çətin olur alışmaq. Düzdür, mən bundan da böyük pişik, yəni bu qədər sahiblənmişdim. Bundan da böyük pişik götürəndə 1 ay, 3 aylıq, bunlar 2 aylıqdılar. 3 aylıq götürəndə də şey olur, amma 4-5 aylıq pişik çox vaxt sahibinə alışa bilmir. Qaçıb gedə bilir.
Bu balacadır, körpədir. Gedən kimi də sahibinə alışasıdır. Hə, gəl. İlk gedəndə də bu səsləri çıxardırlar, sonra alışırlar. İndi bunlara indidən sahib tapmağımızın səbəbi odur ki, belə yaxşı insanlar çıxanda adam yox deyə bilmir. Yaxşı sahib çıxanda istəmirsən ki, atqaz gedəsən, çünki hər dəqiqədə yaxşı sahib tapmaq olmur. Bilirsiniz, mən də artıq balını, bilmirəm sizə demişdimmi, qısırlaşdırmaq fikrinə düşmüşəm. Balı artıq istəmirəm ki, bir daha balalar olsun, əziyyət çəkir. Bu doğuşunda da əziyyət çəkmişdi. Ona görə artıq yazıqdır. Həm də ömrü qısalır pişiklərin çox doğanda. Ona görə də istəyirik ki, balını da qısırlaşdıraq. İnşallah ki, yaxşı bir doktor, yaxşı bir həkimə. Belə dostlar, bizdən bu qədər. İnşallah evinə gedəndə də çəkərəm. Necə getdiyini də sizinlə paylaşaram. Gözəlimə gözəl bir yuva qismət olsun inşallah. Hələ gedib evə çıxmamış, tam dəqiq deyə bilmirəm. Getsin, bir baxsınlar, ondan sonra videolarını da sizinlə paylaşaram. Çəkib atarlar, mən də sizinlə paylaşaram ki, necə bir gözəl yuvaya sahib oldular.